Eşitməlim, çox radikal biraz dəyişiklik olacaq, sualımda. Belə bir söz var, qızına döyməyən dizinə döyər. Mən də bir qız anası kimi buna cavab vermək istəyirəm ki, mənə görə indiki dövrdə qızını döyməyən, yox qızına sevgi verməyən, qızını şəxsiyyət Tamamilə kimi doğru. böyütməyən, qızına diplomu yox cehizi aşılayan dizinə döyəcək fikirləşirəm. Çox düzgün deyirsən. Sizcə indiki boşanmaların səbəbi qızını döyməyən analardır, Yo, yoxsa yo, yo, həyatını yo, seçə yo. bilən gənclər? Yok 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 hanım. Kızı niye döyersin? Kızı niye döyersen? Evladı da döyerler Mahir Hanım. Amma bu Bize, atalar misalıdır yok da, Rəşid çok müəllim. nah. O kadar atalar. Mesela, Onda atalar özlərinə sərf eləyəni bizə o sırıyıblar. dövr için öyleydi. Sırıyıblar Hanım da analar. Rəşid müəllim. Bəli. Analar kızına her şeyi başa salmalıdır. Mhm, 12 yaşında bu kız cinsi yetişkinliğe çatır. mhm, Menstruasiya başlayacak. mhm. Düzü. Bəli. O kız ne bilir nedir? O gördüğünü kim korur? Kabakçadan anası demeli de ona. Demir. Mhm. Menstruasiya haqqında yəni məlumat verməlidir ona. Məlumat verməlidir ona. Aha. Anası sən başa salmasan qızın belədir. Bax bu belədir. Səndə belə yarana bilər. Hər şeyi ana qızına başa salma. 12 yaşından 18 yaşına qədər qızını sən daima kontrolda saxlamasan. Çünki o cinsi yetişkənlik zamanı hormonlar beynə vurur, qızım. Mhm. Üsyan eləyir. O gözü pışıldayır. O gözü Onu bu- pışıldayana nəzarət eləməlikdir. Yəni hormonlara nəzarət eləməliyik. Hormonlara sən nəzarət eləməzsən, sən qızım sakit ol, bu belə olur. Normaldır. Bu normaldır, bu belə olacaq, hər şey düzgün qayda qanun sən öyrətməlisən. Analar nə bilirdi özü? Özü bilirdi analar. Hamısı yazıq, savadsız, hamısı çoxu mən kənddə gördüklərimi dedim. Ya, yazıq adamlar əlləri qabar idi işləməkdən. Sovet dövlətinin Həyatda qalmaq üçün. həyatda qalmaq üçün yalnız yemək. Başqa şey heç nə yox. Haqlısınız. Çox. Siz onu o dövrü görməmisiniz. Siz o insanlar çox ağır idi. Mən də o dövrdə elə bilirdim. Müəllim çörək yemirdi. Müəllimimizi çox sevirdik. Bizim bir müəllim vardı. And olsa Qələndər müəllim. Orta məktəb müəllim. Direktorumuz idi. Mhm. Balaca şeydim. Hamısından 5 alırdım. Bax buramdan tutur da deyir, utanmırsınız. Bax bu balaca uşaq hamısından 5 alırsan yekə. O bizim dövrümüzdə də çoxu 10 yaşında, 9 yaşında məktəbə gəlirdi. Məktəb çətin idi. Biz ayrı-ayrı evlərdə oxumuşuq. Bir, 2 otaqlı ev olan adamın bir evini arenda götürüblər. Orada məktəb idi. Məktəb saat yox idi o. Yəni yaşamaq uğrunda mübarizə Bəli, yaşamaq uğrunda mübarizə olub. Çox çətin dövrlər olub. Sovet dövlətinin elə bilmə indiki dövrü kimi. İndi şükür Allaha hər şey var. Rəşid müəllim, o vaxtı məsəl üçün mənim atam da belə şeylər deyirdi. Anamı kiməsə tanış eləyəndə deyirdi ki, üzr istəyirəm, yoldaşımdır. Üzr istəyirəm böyüklərimizdən yoldaşımdır. Mən yetkin bir insan kimi düşünürəm ki, insan nə vaxt üzr istəyir? Ayıb bir şey iş görəndə və ya utanılacaq bir iş görəndə üzr istəyir. Bu mənim inancımdır beynimdəki. Tamamilə doğrudur. Ənənə, milli mentalitet Olar. də sırıyıb ki, həyat yoldaşı müqəddəsdir. Sizə elə gəlmir ki, sizin nəsil iki təzad arasında vurnuxub. Bəli. Bu necə Xanım, açıqlayarsınız? Yox, xanım, bircə şey deyim. Bizim o qədər səhv mentalitetlərimiz var ki, onları deyəcəm, sən də deyirsən. Mhm. Yaz gələn kimi bahar bayramı deyirik də, Novruz Aha. bayramı gəlir. Aha. Bax, Rusunki gəlir, Pasxa bayramı gələndə onun bax, onun geyiminə bax sən o mollasın. Hə. Başında belə şirazlı zadlar, belə doxlanmış, əlində də bir həsası. Bizim molla gələndə boynu çirkli, burası qatlanmış, nə bilim mən. Nə deyim? O Rəşid müəllim, bizimki gör nə deyir? hə. Yaz gəlir, bura bax. Gələn də nə şey gəlir? Öz dədəsinin pulunu verib ona, Şaxta babaya. Hə. Onun uşağına konfet gətirir. Çürük konfet gətirir. O da uşaq da elə bilir ki, Şaxta babası ona oradan konfet gətirəcək verdi. Yalandır da bu qızım. Amma bizimki nədir? Keçəl bijolar. Hə. Kosa da nə arvaddır, nə kişi. Nə biz nə arvadıq, nə kişi. Gələndə də dilənməyə gəlirik. Kosanın payını verir. Bunlar hamısı düzəlməlidir xanım. Adət ənənə Nə adət, sınıqda belə bizə, adət hə? olur. Sənə qurban olum, belə adət olur. Nə ayıb şeydir, belə şeydir. İnsanları dilənməyə öyrədirsən. Bizim millətdən, Türk millətindən dilənçi olmamalıdır.
Olmayıb da. Amma yenə də görürsən, yolda durub dilənirlər. O bizdən deyil. Onda bir ağsaqqal kimi bu o deməkdir ki, milli mentalitetlə razı deyilsiz? Yox, çox şeylərdən razı deyiləm. Məsələn, aça bilərsiz bunu? Çox şeylər. Nə bilim, valla. Bax, qıza elçi gedirlər, yalanla gedirik, kişilər aparırlar. Qadınlar əvvəlcədən verib də, nə bilim mən, hər şeyini eləyiblər. Oğlan razı, qız razı, yalanla. Qız gedib yalanla orada oturub çay içməyə gedir. Ayıb şeydir bunlar. Elçi bilirsən, qayda qanunla gedilməlidir. Oğlan qızı görməlidir. Düz danışmalıdır, Danışmalıdır. söhbət də eləməlidir. Sizcə indiki dövrdə eyni evdə yaşamalıdırlar? Yox. Evlənməmişdən. Qətiyyən xanım, nə danışırsınız? Siz nə danışırsınız xanım? O bizim hamımızı, həyatımızı pis yol aparır. O düzgün Sizcə yol deyil. yalançı evliliklərin səbəbi elə o deyil? Nə? Yalançı evliliklərin səbəbi o deyil. Məsəl üçün heç bir şəkildə dünya görüşləri uyğun Ay, gəlmir, bədənləri uyğun ay. gəlmir. Bacı qardaş kimi yaşayırlar, amma bir-birini tanımadan həyat bitir. O da olur. Bax, Bu da vardı, amma bu o da da var, reallıqdır. o da var. Amma keçmişdə filan kəsin qızı 13 yaşında deyir, papaq vurdum, yıxılmadısa onu alırdılar. O da yazıq ixtiyarı yox idi, boşanma olanmazdı. Nə desələr qul kimi o